Bizə düşmə riski böyük olan sual tipinə baxırıq. Düzdür, birinci zonada düşmədi, amma bu demək deyil ki, bunu ikidə salmayacaq. Çünki test banklarında bununla bağlı verilən nümunələr çox azdır. Təbii deməli düşmə riski daha böyükdür. Baxırıq. Baxın, bizə qrafik verir. Deyir, ifadənin mətndən kənar ifadə etdiyi mənasının qarşılığı, bir də həmin mənanın cümlə daxilində işlənməsi. İndi mən həmin cümləni burada qeyd eləmişəm sizə. Bağlı sözünü verir. Məsələn, geoloji dövrlə bağlıdır. Deməli, bizə deyir ki, bu bağlı sözünü mətndən kənar ifadə etdiyi mənasının qarşılığı. Yəni, sinonim olaraq nə yaza bilərik biz bağlıya? Mətndə görürsünüzmü? Bu, bağlıdır, əlaqəlidir anlamındadır. Biz ora əlaqəli sözünü yazmırıq. Mətndən kənar ifadə etdiyi mənası nə ola bilər bağlının? Örtülüdür. Fikir verin, örtülü. İndi mənə deyir ki, həmin mənanın cümlə daxilində işlənməsi. Yəni, mən örtülü sözünü yox, bağlı sözünün örtülü anlamını yazıram. Qapı bağlı idi. Yəni, qapı örtülü idi yox. Qapı bağlı idi yazmalıyam. Və yaxud da ikinci bir nümunə vermişəm. Başqa, deməli, evlər su altında qalırmış. Fikir verin, qalırmış sözünün mətnindən kənar mənası belə ola bilər. Təxirə düşmək və ya irsən çatmaq anlamında. Məsəl üçün, işim təxirə düşdü, işim və yaxud da o mənə atamdan, anamdan var dövlət qalırmış. Bu anlamda deyirik. İndi görürsünüz, fərqli anlamdadır. Mən yenə cümlədə təxirə düşməyi, irsən çatmağı yox, qalırmış sözünün verdiyi bu mənaları cümlədə işlədirəm. Məsələn, ailəsindən ona hədiyyələr qalmışdı, iclas sabaha qaldı. Fikir verin bu incəliyə. Həmin məna yazanda dediyim kimi, burada işlətdiyiniz qarşılığı yox, bu qarşılığın ifadə elədiyi sözün mənasını yazırsınız. Yəni, mətndə konkret olaraq verir, qalırmış, evlər su altında qalır, qalırın digər mənaları verilir, təxirə düşmək, irsən çatmaq. Deməli, mən cümlədə təxirə düşməyi yox, yazıram ki, ailəsindən ona hədiyyələr qalmışdı, yəni irsən çatmışdı anlamındadır da. Sözümün canı odur ki, yəni burada sizə bu tərəfdə verilən irsən çatmağı cümlədə işlətməyin. İrsən çatmağın qalmaq mənasını cümlədə yazırsınız. Yəni, onun atasından var dövlət qalmışdı və yaxud da iclas sabaha qaldı anlamında yazırıq. İkinci bir mənasını, fərqli mənada dediyi üçün. Biri budur. Bir də var, sözün kontekstə görə qarşılığı, həmin qarşılığı mətndəki mənasından fərqli mənada işlənilməsi. Bu, biraz daha rahat versiyasıdır. İndi baxırıq yenə. Mətndə tutaq ki, bizə veribdir, hansına iti yerə çırpdı cümləsidir. İti yerə çırpdığını biz hansı anlamda yazırıq? Sözün kontekstə görə qarşılığı. Yəni, orada olan eyni mənanı verdiyi sinonim. İti yerə çırpdım, iti yerə vurdum. Mətndən kənar fərqli anlam demədi. Qarşılıq dedi. Yəni, onu sinonimli yazdım. İndi həmin qarşılığı amma daha fərqli mənada işlədəcəm. Artıq bunu deyir. Vurmaq nə ola bilər? O məni sözlə qəlbimdən vurdu və yaxud da qapıya qol vurdum. Fikir verirsiniz bu anlamda. Sonra ikinci bir nümunə. Boynundan yapışdım. Boynundan yapışmaq nə deməkdir? Boğa bilərsən də onu. Bu da necə ola bilər? Yapışdı. Onun qarşılığı olaraq tutmaqdır, tutdum. Deməli, necə olur indi biz onun həmin mənanın tutmaq sözünü indi mətndəki mənasında yapışmaq anlamında yox, fərqli anlamda işlədirik. Məsəl üçün, söz məni yaman tutdu, mən onun əlindən tutdum. Yəni, bax, diqqətlə fikir vermiş olun. Bir bu mənada olan var. Bir də mətndə işləndiyi funksiyanı soruşa bilər sizdən. Məsəl üçün, mətndə verilib ki, qovmaq və yağmaq hər ikisi informativdir. Mən onu poetikdə işlədirəm. Fikirləri başımdan qova bilmirəm, yağmaq. Son günlərdə tələbə və müəllimlərin üzündən yorğunluq yağır. Görürsünüzmü? Məcazi, bir bu. Bir də var, deməli, xarakter. Xarakterdə çox adam götürür, cümlə yazır. Cümlə yazmayın, söz və ya söz birləşməsi. Məsəl üçün, İbrahim xan görür ki, orada dözümlü, məsəl üçün də millətin fikirləşən surətdir. Əsərdə verib, sizə düşən mətndə. Siz onu yazırsınız. İbrahim xan dözümlüdür, əziyyətə qatlaşandır və yaxud da dözümlü, əziyyətə qatlaşan. Daha uzun-uzadı cümlə yazmayın qətiyyən. Bir də plan başlığına qətiyyən cümlə qurmayın. Onu da sonunu plan başlığının ya yadda saxlayın, maqla yazmalısınız. Yəni, məstərlə verməliyik plan başlığı, mütləq yadda saxlayırsınız. Plan başlıqları məstərlə verilməlidir və ya söz birləşmələri ilə, məsəl üçün, mətn verilib, indi özümdən yazmışam da, o yazırsınız orada. Tələbələrin həyəcanı, oxumaq həvəsi, imtahandakı stres, uşaqların yarışmağı, qalib olmağa tələsənlər, məstər və feili sifət şəklində qurulmalıdır. Mətndə plan başlığı deyəndə ya da ki, söz birləşməsi, ismi birləşmə şəklində, qətiyyən cümlə şəklində qurmaq olmaz.